Məhərrəm ayının birinci günündə Peyğəmbərin qıldığı namaz. Məhərrəm ayının birinci günü müsəlman təqviminə, hicri qəməri ilinə əsasən ilin başlanğıcı hesab olunur. 8-ci imamımız İmam Rıza əleyhissalam belə buyurur. Peyğəmbər, Allahın salamı olsun ona və pak əhli beytinə Məhərrəm ayının birində 2 rükət namaz qılardı. Elə sübh namazı kimi. Və namazı qurtardıqdan sonra əllərini qaldırıb bu duanı 3 dəfə oxuyardı. Allahümmə entəl ilahul qadim və hâzihi sənətun cədidə fəəsəlükə fīhəl ismətə minəşşəytan vəl quvvətə alə hâzihin nəfsihil əmmārətə bis-su'u. Yəni Allahım, sənsən qədim olan ilah, səndən qədim yoxdur. Allah həmişə olub, var olub, qədimdir, sonradan olan deyil. Bu il təzə ildir. Səndən istəyirəm bu ildə şeytandan qorunmağı və pis işlərə əmr edən nəfsimə qalib gəlib güc tapmağı.